Selamünaleyküm rahmetullah. Onun başa düşdüm, onun başa düşdüm, düz deyirsə, onun qəbul olsun, geri sələfi olsun. Ən azından əhl-i olsun, düz deyirsə. Bilsən nə deyirlər, Yaşar qardaş? Deyirlər ki, qədimi deyirəm. Bundan öncəki dərslərə baxırlar, söhbətlərə baxırlar. Yaşar həminki Yaşar deyil, Yaşar sərtləşib. Nə mənada? Pis mənada yox. Biraz sərt olub da. Yəni, həminki naivlə Yaşar deyil də. Bir də sənə Zülfiqarla sənə çaşdırdı, nə mənada? İmam dedi, sən imama söz çətin tapdın. Mən deyim ki, ay qardaş, insan təkminləşir, insan bizim dildə evolyusiya, yəni bəlkiyir, insan həmişə yeni qalmır ki. Ona görə indi səninlə görürlər ki, sən yəni təriflərin hamısı Allaha məxsusdur. Deyirlər ki, Yaşar kimi ikinci deyir, ricallı bilən yoxdur da. Yəni bütün şiyələr və qardaşlar qəbul edirlər ki, TikTokda Yaşar kimi şiyənin və sünninin hədis elmini bilən yoxdur. Və həmişə Yaşar deyir o. Yəni nə mənada dediyim kimi, bu adam bilir də, yəni Yaşar bilir. Yəni rical elmindən yaxşı bilir. Hamısı deyir, amma çoxsu deyir ki, Yaşar Süleymanlı onların da rical elmini bilir. Hansı kitaba deyir, soruşursan cavab verir, kitaba soruşursan cavab verir. Sənə bilsən nə deyirlər? TikTok'un alimi deyirlər sənə. TikTok'da sələflərin içində ən yaxşını biləndir. Yəni ona çatan yoxdur. Bu real faktdır da. Mən deyirəm ki, bilirəm. Şiyələr deyirlər ki, yəni o güclü bilir. Sahib-ül Qurayn deyir ki, gör nə deyir? Deyir, Yaşar, rical elmin sələflərin və şiyələrin içində TikTok'da ən yaxşı bilənlərdəndir. Yəni çox güclü bilir o. Açıq aydın buna etiraf edir ki, o bəli, o çox güclü bilir. Ən yaxşı bilənlərdən sayılır o. Yəni bu elminin deyir, yəni bu içindədir, yəni bilir bu elmi. Qardaş oyunda danışdı ki, deyir, mən deyirəm ki, Yaşar yəni bu məsələdə superdir. Onu mən indi inkar eləmirəm. Ona görə də sənin hərəsi gələ bilmir də. Bir də zəhmət olmasa bu hədisin yerini deyə bilərdi. Peyğəmbər sallallahu əleyhi və səlləm çobanları göndərir, adamları göndərir, orada quraqlıq olur. Onlar geri tapırlar dəvələri, öldürürlər çobanları, xainlik edirlər. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm onları Şeyx Cavid deyir ki, mən bu hədisi qəbul edirəm, çünki Peyğəmbər sallallahu əleyhi və səlləm belə bir qəddar öldürə bilməz, ona bir yaraşmaz. Mən də gör necə öldürə bilməz, o xainlik edir bu insanlar. Hədisin yerində deyərdi. Orada deyir ki, gözlərinə deyir mil soxub. Elə bir şey var. Əllərin, ayaqlarını kəsib, başını da kəsib. Yəni yadında deyil necə olub hadisə. Assalamu aleykum. Sadəcə nə yaxşıdır ki, sizin əlinizdə ədəbiyyat var, ərəb dilində və tərcümə eləyə bilirsiniz. Mən onlarla söhbətə girmişdim də bir dəfə o vaxtı. Elhamdülillah elmimiz var, o əlimdə ədəbiyyat yoxdur, yadımda da qalmır, hardan nədir. Onların kitablarında yadımda da qalmır, hardan nədir. Quran ayəsini gətirirlər, gələ başlayım araşdırmışsın. Elhamdülillah vaxt var, yəni əlinizdə əsərləri var, Qumi, Tusi, bütün bu şiə alimlərin hamısı, böyük alimlərin hamısını mən başa düşürəm ki, əlinizdə yəni internetdən, kompüterdən yəni çıxardırsınız var. Onu səlahatdır bunu eləmək. O, yəni belə deyək də, loru dilcə də pazdır da onlar əməlli başlı. Ağır pazdır özdə. Hə, o söhbət çoxdan olmuşdu. Mənimlə söhbət şey eləyəndə, necə deyirdi, mənimlə söhbət eləyəndə, təkdə söhbət elədi o mənimlə, Face'də. Qayıtdı ki, Yaşar müəllim onların nəzdində alim səviyyəli adamdır. Bizim belə hacımız onunla söhbət eləyib və deyir, Yaşar Süleymanlını qəbul edib sözlərin. Amma təqiyyə edir də, deyir, çəkinir. Ancaq deyir, biz bilirik ki, Yaşar Süleymanlı, yəni biz onu böyük bir şəxsiyyət qəbul edirik də. Mən deyim, nəyə görə? Qayıdır deyir ki, onda olan elm, yəni çox deyir, elmlidir, həm də ki, nə xoşlarına gəldi. Deyir, yalan demir o adam, o adam deyir, düzünü deyir, nə varsa yoxlayıblar, fakt deyib. O deyir, yadıma düşür ki, bəzi rafizlər, bir də sufilər İbn-i Teymiyyə imam deyirdilər. Amma elədir də, yaşarlar. Qabaqlarına biraz elmlisi düşdüsə aciz olurlar. Allah subhanət hələ deyir onda. Tək ki, o acizlik onlara hidayət yoluna səbəb olsun. İnşallah. Yaşar qardaş, elhamdülillah tanıyırıq. Elhamdülillah, hansı elmə sahibi tanıyırıq. Yəni ki, bu açan buradakı deməli, bunu açan bilir ki, Yaşar qardaş hansı elmə sahibi. Yaşar qardaş demişkən, əgər debat nə deməkdir? Debat 2 nəfər söhbəti və yaxud 3 nəfər söhbəti
haqqı ortalığa qoymaqdır. Debat pis şeydir, debat kimsə alçaltmalıdır, ya astagfirullah. Əsas məqsəd haqqı ortalığa qoymaqdır. Yəni, haqq nədir? Yaşar qardaşın dediyinə müştərək olaraq, əgər kimsə Yaşar qardaşla söhbət etmək istəyirsə, əlhamdülillah, qardaşı 20 il yaxındır tanıyırıq və YouTube-da dərslərindən baxaraq hər bir insan, hər bir iman əhli bilir onun hansı elmlə sahibidir və elə bir elmli adam axtarır ki, axtarır deyəndə ki, kimsə istəyirsə ona söhbət eləmək, axtarır yox. Kimsə istəyirsə ona söhbət eləmək, o elmə sahib, haqqı araşdırma, haqq deyir ki, sübut elədi bu haqqı. O elmə sahib olmalıdır. Olmasa, yəni o TikTok'da ya uzaq sual cavab edirlər. Əgər debat eləmək istəyirsə, debat 2 nəfərin eyni səviyyədə olmasıdır. Ya bir nəfər olur, ondan üstündür, sübut edir ki, mənim düzgün düzdür, mənim yox, mənim məzhəbimin yolu düzdür. Sübut eləmək üçün ortalığa qoyan dəlillər olmalıdır. Böyük alimlərin dəlilləri, necə ki, biz din, siyasətdə də görürük. Debat belə olmalıdır. Nəfsi olmamalı debat, o debat deyil. Debat ancaq düzgünlüyü, haqqı real ortalığa qoymaqdır. 21-ci əsrdə elhamdülillah internet dövrüdür, rahatçılıqdır. Hər şey ortalıqdadır, hər şey göz qabağındadır. Dediyim kimi, kim Yaşar qardaşla söhbət etmək istəyirsə onun canlısında 2 nəfər Yaşar o, yayın ki mən olaram admin, yayın ki, inşallah. Debat istəyən buyursun, yəni əgər istəyən varsa, yoxsa buyursun Yaşar müəllimə sualları ünvanlandıra bilər. Elhamdülillah dediyim kimi hansı elminə sahibdirsə YouTube kanallarında və TikTok'da paylaşdığı dərslərindən görürsünüz. Selamun aleyküm və rəhmətullah. Yəni debat emosiyalar üzrə olmamalıdır. O debat sayılmayacaq. Necə biz gördük də, yəni Sələfi Əşari debatı gördük, Yaşar müəllimdən başqa debatları gördük. O debat, normal debat, dediyim kimi düzgün və sakit olmalıdır, əgər istəyirsə. Ancaq başqa da kim istəyirsə Yaşar qardaşa sual verə bilər. Yəni, əlhamdülillah, hansı elmə sahibdirsə, əlhamdülillah, hamımız bilirik. Bir də o vaxtı Qaraçuxura gedirdim. Bir qardaş var idi. Siz də maşındaydınız, bir yerdə gedirdi. Bir çoxdan olub bu söhbət. Bu söhbət o təxminən bir 6 il bundan qabaq, 7 il bundan qabaq. Qardaş qayıtdı bir sözdür ki, çoxdandan tanıyırdı. Sizə indi yadınızda qalmıyor. Neyse bir yerdə gedirdi, o maşındaydı, 3 maşındaydı. Yəni belə Ford dilində yadında deyil. Qardaş yaxşı deyir ki, Yaşar deyir, savremenlidir, İbn Teymiyədir deyir. Deyir, deyir, maşallah olsun deyir. Bütün tarixdən, elhamdülillah yəni, və Rafizi, Şiyə, Əşari, Sufi, Mətrudi, bütün bu məzhəblərin yəni qaydalarını bilir. Yəni o da böyük bir şeydir deyir. İnşallah yaxşı olar. Əlimizdə yəni bütün qaymaqlar var da, yəni dəlillər var. Əsas o olmağı yaxşıdır ki, hazır cavabsız. Elhamdülillah. Selamun aleyküm şeyx. Şeyx bugün cümədən gəlirdik İsmail'la. Avtobusda bir qardaş mindi. O da elə salamat qardaşlardan da, amma dəhşət qamətçidir. Elhamdülillah. O üçün şeylədik, söhbət sad elədik biraz oradan buradan. O üçün söhbət düşdü şeydən, bu dəvətdən. Qardaş dedi ki, 2 dənə yaxşı dəvətçi var, yəni səlis nitq hissəsi var. Biri dedi Yaşar Süleymanlıdır, qamətin qardaşı. Biri də Arifdir. Qalanlar deyir, məsəl üçün bu Mansurdur, zətdir. Bunların deyir şeyi yoxdur da, yəni səlis. Deyir Yaşar qardaş deyir, elə şeylir ki adama, elə çatdırır ki, elə danışır, adamın promo ürəyini otuzdurur da kəlmələri. İnandırım şeyx, onu deyəndə elə sevinirdim. Deyim, əlhamdülillah, Allah həmd olsun. Deyirəm, bilirəm, qardaş, bilirəm. Mən deyirəm, o qardaşı çox yaxından tanıyıram və çox yaxınım deyirəm o qardaşla. Əlhamdülillah. Deyirəm, o elədir, qardaş. Deyirəm, o gözəl deyirəm, dəvəti var, dəvət üslubu var. Deyir, onun deyir, danışıqına, dəvətinə söz ola bilməz. Amma deyir, qamət deyir, məsəl üçün Mansurdur, zətdir. Bunlar deyir, yox, bunların danışıq şeyi yoxdur. Amma sırf qamətçi idi, şeyx. Yəni ki, mən tanıyırdım, belə tanış oldum, ondan gördüm də. Amma əlhamdülillah, yəni sizə şey verdi də, gözəl rəy verdi. İnandırım, elə sevindim ki,
Hamı şeyx sizi şey eləyir. Hamı kimdən soruşuram məsəl üçün deyirəm ki, yaşlı dillər salamat qardaşdır. Əlhəmdülillah mənhəzi salamatdır, belədir, elədir. Bir dənə şeyx sizə şey eləmir də. Sizə dəyər vermir. İnşallah yaxşı olar. İnşallah şeyx də yəqin ki, səhvini başa düşər nə vaxtsa. Elhamdülillah şeyx. Qəşəng yox, əla, super çıxdı həqiqətən. Bir ləzzət elədi mənə. İnandırım şeyx, ürəyimdəki tikanları belə bir pinsetlə dartıb çıxartdınız. Özə müqayisələr də elə gözəl, qiyaslar elə gözəl oldu. Tam belə ləzzətli ya. Da piçat vuruldu da onlar. Elhamdülillah. Mən sözün doğrusu şeyx, heç belə şey gözləmirdim də sizdən. Yəni bu cür gözəl müqayisələr, qiyasları gözləmirdim. Elhamdülillah. Peçat vuruldu da, möhür vuruldu onlara. Ləzzət elədi şeyx. Həqiqətən bu dərs partladacaq da. Elhamdülillah. Şeyx, salam aleykum. Şeyx, bilmirəm siz fərqinə varırsınız, varmırsınız? Siz bu, yəni bunu hiss edirsiniz. Şeyx, artıq siz bunların yuvasına çubuğu soxandan bunların məhsəbi əldən gedir, şeyx. Həqiqətən artıq bunlar biabır rüsvay olublar. Subhanallah. Yəni siz bunun fərqindəsiniz, ya fərqində deyilsiniz, amma biz qıraqdan görürük, şeyx. Elhamdülillah. Artıq çoxluq sizi dəstəkləyir, sizə övgülər yağdırır, sizə, yəni Allahın izni ilə sizə, yəni sizin elminizə heyran qalıb, həqiqətən. İçimən özüm qarışıq. Yəni bu plusun plusudur ya, şeyx. Yəni bu hər adamın cəsarət edib ortaya çıxıb bu cür şey eləmək, yəni arı yuvasına çubuq soxmaq, o hər şey adamın işi deyil, elm tələbəsinin işi deyil. Ona görə mən baxıram ki, bu münazirələrdir, bu şey rəddiyələr sizə çox şey gətirir, dividend gətirir, yəni sizə çox, necə deyim, reyting gətirir də, sizin reytingi qaldırır Allahın izni ilə. Şübhəsiz ki, reytingi qaldıran Allahdır, Allah Azə və Cəllə sizi qaldırır. O TikTok zat boş şeylər damız. İnsanlar boş şeydir. Yəni ki, biz görürük də, mən izləyirəm də, baxıram da. Yəni siz onlara el bir ot qoymusunuz ki, həqiqətən. Sizin söhbətiniz dayanmır, 24 saat sizdən danışırlar. Sizdən danışırlar. O Yaşar müəllim, Yaşar kimdir, Yaşar şeyxdir, nə bilim, Yaşar filan kəsdir. Mənə biri var idi, Paçan, üzr istəyirəm şeyx, Paçan. Dünən ki, o burnunun fırtdığı axın uşaq gəlib şey eləyir. Deyir ki, mən deyir şeyxi çıxıb, mən çıxıb şey, mənə deyir şeyx, mənə şeyxi verin. Ya tampo хочу, мне tampo, дайте мне tampo, ya tampo хочу. Lə, axırda şeydə qayıtdı ki, əgər belə arxayınsansa, axşam xahiş eləyərəm, şeyxə deyər, eləyərsiniz də, debat eləyərsiniz. Fırratdı, atdı zadini 5-ci skorusundan getdi şeyə. Mənim işim var. Lazım deyil də, oturub orada danışırsan, boş-boş danışırsan, deyir, itə soruşurlar ki, niyə hürürsən, deyir, qorxuduram, deyir, bəs quyruğumu niyə yelliysən, deyir ki, özüm qorxuram axı. Vallahi bax, bunların məsələ ona bənzəyir. Sırf açıq aydın bilinir ki, bunlar cürət eləyib, cəsarət eləyib meydana gəlmirlər. Açıq aydın. Yəni siz bunları görmürsünüz, amma şeyx mən görürəm də. Yəni mən o sosial şəbəkələrdə, məsələn TikTokda izləyirəm bunların. Yəni sizin gedən söhbətləri, mən bacardığım qədər ağızların payını verirəm. Əlhəmdülillah. Sıraz atırlar mənə şeyə ki, yaza bilməyəm. Bloka atırlar ki, yaza bilməyəm. Yəni ki, şeyx siz bu az müddətdə, indi internet gələndən sonra da bu 2 ay, 3 ay müddət çəmbəri partladmışsınız, əlhamdülillah. Yəni ki, səbəb olmuşsa nə qədər insanların tövbə edib əqidəsini dəyişməsinə. Allah həmd olsun. Yəni, sükanı belə tutun şeyx. İnşallah bu templə də gedəcəyik Allahın izni ilə. Allah Azə və Cəllə sizə yar və yardımcı olsun. Necə ki, yar və yardımcı olacaq inşallah. Çünki siz Allahın hənif dininiz, təmiz dinini eləyirsiniz, təbliğ eləyirsiniz və dəvət edirsiniz. Bu yolda öldü var, döndü yoxdur şeyx.
Cavid yox, Cavid kimdir? Cavid cahil, Cavidin nə elmi var ki? Onların heç birinin elmi yox. Onların elmi olsaydı şeyx onlar əhl-i və cemaat olardılar. Bu qədər haqqı görüb onu inkar etmək. Yalan danışır, yalan. Yalan danışır, çıx kişisən, çıx isbat elə ki, yalan danışır da. Gözünün içinə kimi yalan deyirsən. Sən yalancısan, sən kəzzəbsən. Sən bilirsən ki, şeyx düz deyir. Sadəcə sən özünü belli bir kürəvi yerə vurmamaqdan ötürü artistlik edirsən, aktyorluq edirsən orada. Yalan o olar ki, sizin kitablardan dəlil gətirməyər. Gedin açın da, kitablarınızı açın, oxuyun da. Sübhanallah. İnsan nə qədər nankör, insan nə qədər təkəbbürlü olar ki, haqqı qəbul etməyib, kiməsə iftira böhtan atır. Bu barədə bir dənə dərs hazırlayarıq Şeyx Sabacanlıda inşallah. Ki, mənə şey eləyirlər ki, nisbət eləyirlər ki, mən yalan deyirəm. Gedin açın kitablarınızı, mən bunu uydurmamışam, oturub evdə özümdən yazmamışam. Sizin kitablardadır, gedin açın, oxuyun. Elhamdülillah şeyx, Allah sizə bərəkət versin. Allah sizin elminizə bərəkət versin. Allah Azə və Cəllə sizin elminizi insanlar üçün, ümmət üçün faydalı etsin. Həm elminizi, həm dəvətinizi. Amin, ya Rabbil Ələmin. Aleyküm assalam və rəhmətullahi və bərəkatuhu. Elə mənim də ağzım açıq qaldı şeyx. Allah'ın olsun. Yəni ki, çox ləzzət elədi mənə. Yəni haqq elhamdülillah gözəl olur da, şirin olur. Acı da olsa, amma həqiqət həmişə şirin olur. Bugünkü gündə elhamdülillah, yəni o şey getdi də, o bir mesaj getdi ki, bugünkü gündə o şeylərin qabağına çıxan yoxdur. Bidət əhlinin qabağına elmlə çıxan yoxdur. Hamısı şey eləyirlər. Bir şey çəkirlər, ki, şiəliyi tanıyaq, qoyur bir dənə şey, bu belədir. Buna elmi cavab vermək lazımdır, şeylərlə yox. Buna elmi cavab vermək lazımdır. Yoxdur şeyx, mən əmin oldum ki, bugünkü gündə Azərbaycanda, nəinki Azərbaycanda, elə mən Türkiyədə də deyərəm. Sizin kimi elmli, tam dolğun rəddiyə verən ikinci bir adam yoxdur. Yəni bax, buna and içərəm, buna da şahidəm. Elhamdülillah. Həmd olsun Allaha. Selamun Aleyküm. Rahmetullah. Bəli, mən də şahidəm. Mən də şahidəm ki, elhamdülillah, bugünkü gündə sizin kimi elmli ikinci biri yoxdur. Mən görmürəm. Bir balaca o vaxt Abu Zeyd idi, çıxırdı onların qabağına rəddiyə verirdi o Saqiləyin hədisinə zadına olsun, belə şeylər. O da yoxdur indi. Amma bilə indi baxıram ki, bu dəqiqə hal-hazırda elhamdülillah sizdən yəni gözəl, sizdən başqa elm tələbəsi yoxdur. Mən başqa şey elmlərdir. Amma bu rəddiyə məsələlərində heç birinin elmi yoxdur. Bu elm istəyir, bu dosya istəyir, bu arxiv istəyir, oralarda yoxdur. Allah sizi qorusun şeyx. Həqiqətən mənə ləzzət eləyir. Gerçəkdən mənə ləzzət eləyir ki, elhamdülillah, dəvət indi başlayır. Artıq dəvət başlayır. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əxican, eğer bu yani etirazlarıma göre eğer xətrinizə değindimsə, məni bağışlayın əxi. Yəni, mən istəmirəm sizin aramızda nəsə küskünlük olsun, nəsə. Mən sizi Allah üçün sevirəm əxi. Elhamdülillah, sizin dərslərinizi də qulaq asıram, paylaşıram da. Çox bəyənirəm əxi. Elhamdülillah, yəni ki, belə üzünüzə demək olmasın. Yəni ki, ikinci bu cür sizin kimi dərs hazırlayan ikinci elm tələbəsi yoxdur onsuz da Azərbaycanda. Yəni screenshotlarla, dəlillə, sübutla, kitabla, səhifə ilə. Əslində belə də olmalıdır, yəni əlhamdülillah. Və əlhamdülillah istəyirdim ki, bu məsələyə biraz incəliklə açıqlama gətirək. Yəni ki, onsuz da başqa elm tələbələri belə baş qoşmurlar. Yəni ki, çox özlərinə əziyyət görmək istəmirlər. Allah onlardan da razı olsun. Əlhamdülillah. İndi bu məsələdə biraz vaxt ayıran inşallah elm tələbələrinin bircəsi istifadə. Allah sizə razı olsun.